Hicab mənim imanımın işarəsidir, mənim dinimdir, əqidəmin zərurətidir. Hicab mənim mən olmağımdır, mənim şeytanla döyüşdə qalxanımdır, qılıncımdır. Hicab mənim kəlmi-i şəhadətimdir, şəxsiyyətimdir, mənim qadınlıq qürurumdur, ixtiyarımdır. Hicab mənim üçün iffət simvoludur, zəfərim, qalibiyyətimdir. Hicab mənim zamanın axarında qərq olanlara dayan nidamdır, cihadımdır. Hicab mənim asanlığım deyil, çətinliyimdir. Axı çətinliklə qazanılan daha dəyərlidir. Hicab mənim azadlığımdır. Hicab örpəyimdir, təmizliyimdir yad baxışların çirkinliyindən. Hicab mənim naməhrəmlər qarşısında cismani pərdəmdir. Allah ilə mənim aramdakı pərdələri götürən məhrəmliyimdir. Şəhid Mürtəza Mütəhərri demişkən, hicab xanımın həbsi deyil, qalasıdır. Xanımlar naməhrəm və yad kişilərin xəyanətli baxışlarından hicabın qalasına sığınmalıdırlar.